Herkese salam. Bu videoda BMW logosu hakkında danışacağım. BMW ne demektir? BMW niye ağ mavidir? BMW sözünün açılışı Bayerische Motorenwerke demektir. Bu Alman dilində Bavariya motor zavodları kimi tərcümə olunur. Şirkət Almaniyanın Bavariya bölgəsində yaranmış. Şirkətin tam adı Bayerische Motorenwerke AG-dır. Niyə BMW logosu ağ mavidir? BMW logosundakı ağ və mavi rənglər Bavariya bölgəsinin bayrağından götürülüb. Bavariya bayrağında da mavi ağ rənglər var. BMW həmin bölgədə yarandığı üçün bunu logoda göstərib. Əslində başqa bir məşhur izah da var. Logodakı dairənin içində ağ-mavi hissələr sanki təyyarə pərinin propellerinin fırlanmasını xatırladır. Çünki BMW əvvəlcə təyyarə mühərrikləri istehsal edirdi. Yəni qısa desək, BMW Bavariya motor zavodları, ağ və mavi rənglə Bavariya bayrağı, dairəvi forma təyyarə pəri simvoluna bənzəyir. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Hələlik.